Akı Zeynep hanım gelin getmişdi Abdullah ibn Cəfərin evinə. O gecəki gəlin getdi, əruz getdi xanım Zeynep. İkisini də nəql eləyirlər. Əmir el-Möminin buyuruyor, gecəni sübə kimi bir şey yadmadı. Dedi, bacımın belə yeri gəlir mənə. Zeynep mənim ürəyimdir, qəlbimdir, öz qəhrəman bacımdır. Abdullah dedi, Zeynep gecə gündüz elə dedi, Hüseyin, sənə bacım qurban, darıtmışam səni. Gecəni bir cür səhər elədilər. Sabahısı Əbi Abdullah da gözənmədi, dedi, baba mən gərək gedən bacımı görəm. Gəldi, bacı təzə gəlirdi. Gəldi evə, gördü xanım Zeynep yatıb. Öz dilimiz pəncərədən gün tüfey Zeynep'in üzünə. Bacının da xəbəri yox, yatıb. Əbi Abdullah baxdı, biraz ağladı. O qəd doyunca baxdı bacının üzünə, ürəyi gəlmədi Zeynep'i yuxudan eləyə. Götürdü çiynindən Əbasin, belə tutdu günün qabağına. Saatlərdir dayandı ağa günün qabağında, fəqət gün Zeynep'in üzünə düşmür. Haçandan açana Zeynep oyandı, gördü evdadı bidad kim gəlir? Gördü Hüseyin dayanıb əba əlində, sayə bağlı.